Salam, hərəkət oxşarlıq mövzusunda 81 və 82 nömrəli sualların həllinə baxaq. 81 nömrəli sualı yaxınlaşdıraq. Deməli, şəkildə ADY ACB-yə bərabərdir. Yəni, bura x isə, buradakı bucaqda olacaq x. AY 3-dür, DB 4 olarsa və ADY-nin 8 vur ADY sahəsi bərabərdir DYCB-nin sahəsinə. Bizdən AD-ni soruşur, AD yazaq A. İndi digər bucaqlara, buradakı bucağı y yazsam, fikir versək görərik ki, ADY üç bucağının da bucaqları x və y-dir. ABC üç bucağının da bucaqları x və y-dir. Onda bunların üçüncü bucaqları da bir-birinə bərabər olacaq. Deməli, bu üç bucaqlar oxşardır. Yəni, üç bucaq ADY oxşardır. Üç bucaq, deməli, ACB-yə. Oxşarlığa əsasən yaza bilərik ki, ADY üç bucağında x bucağının qarşısındakı AY-nin, ABC üç bucağında x bucağının qarşısındakı AB-yə nisbəti oxşarlıq əmsalına k-ya bərabərdir. Biz iki tərəfin nisbətini götürdük, çünki bizdə sahələr nisbəti var. Ona görə bu iki tərəf yetərlidir. Burada AY-nin yerinə 3 qoyuruq, AB-nin yerinə 4 üstə gəl A, deməli oxşarlıq əmsalını tapdıq. Bunu burada saxlayırıq. İndi baxırıq sahələrə. Bizə verilib ki, üçbucaq SADY bölürük bunu SDYCB dördbucaqlısına bərabərdir 8-də 1 alırıq. ADY üçbucağına S deyəcəm. ADY üçbucağının sahəsi S-dir. DYCB üçbucağının sahəsi olacaq 8S. İndi bunu buradan silirəm. Biz üçbucaqların oxşarlığını götürmüşdük. İndi həmin üçbucaqlar üçün sahələrin oxşarlığını yazaq. Yəni SADY bölünsün SABC bərabərdir oxşarlıq əmsalının kvadratına. ADY-nin sahəsi S, ABC üçbucağının sahəsi olacaq 9S. S-dən 8S topladıq. K da elə K kvadratı saxlayıram. Çünki burada S-lər ixtisar gedəcək. K kvadratı bərabərdir 9-da 1-ə. K olacaq 3-də 1. Yəni oxşarlıq əmsalı 3-də 1-ə bərabərdir. Gətirib burada yerinə qoyuruq. 3 böl 4 üstə gəl A bərabərdir 3-də 1-ə. 4 üstə gəl A bərabərdir 9-a, A da bərabərdir 5-ə. Düzgün cavab C variantı. Bizdən də A-nı soruşur, yəni AD-ni.